Növbəti sualda soruşur ki, atam dünyasını dəyişib və onun adına ev var. Bir də sağlığında mənə ev almaq üçün bir miqdar pul yığmışdı. Hal-hazırda o evdə anam yaşayır. Anamın gözləri görmədiyi üçün dövlət ona ev verib. Lakin o evdə mən yaşayıram və bu evin sənədləri hələ verilməyib. Sosial ev olduğu üçün bilinmir veriləcək ya yox. Bacım var, öz ailəsi ilə yaşayır. Sual: qalan mülk necə bölüşdürülməlidir ki, bilmədən bir-birimizin haqqımızı mənimsəməyək? İkincisi də anam qərar verə bilərmi ki, pulu sənin üçün yığırdıq deyə pul sənindir. Bir ev birimizə, o biri ev digərimizə olsun. Evi mənə verməzdən əvvəl anamla bacım razılaşıblar ki, bir ev mənə, sənədi olmayan digər ev isə bacıma qalsın. Cavab odur ki, bu miras məsələsidir. Atanızın əgər sağlığında hədiyyə etdiyicə hədiyyə edilmiş sizindir. Əgər sadəcə olaraq vəsiyyət olaraq deyilib ki, ümumi olaraq ki, məsələn, bu inşallah falan kəsin olacaq, vəfat etdikdən sonra o mirasla bölünməlidir. Mirasın da bölünmə qaydasının öz qaydası var. Mütləq biz bilməniz lazımdır və o vəfat edən kişinin kimləri qalıb. 2 qızı, bir həyat yoldaşı qalıbsa, miras 24 yerə bölünür. 24-dən 8-də biri deyək, yəni 24-də 3-ü ananızındır, yəni onun həyat yoldaşınındır. Geridə qalan 24-də 3-də 2-si deyək, yəni 24-də 16-sı da sizlərindir. Geridə qalan da ya ən yaxın kişi qohumu. Əminiz varsa, əminizin, yəni onun qardaşı və yaxud başqa kimsə varsa, ən yaxın kişi qohumuna çatır. Sizin payınız o atanızın buraxdığı mirasdan 24-də 16-dır. Yəni məbləği, evlərin və s. nə varsa, pul varsa onu 24-də bölüb 16-ya vurursunuz. Sonra həmin alınan nəticəni də 2 yerə, 2 bacı arasında bölürsünüz. Ananın payı üçün də həmin məbləğlər, evlərin qiyməti və s. 24-də bölünür, 3-ə vurulur, o da ananıza verilir. Əgər mirasçılar yalnız bu 3 nəfərdirsə dediyiniz, amma başqa mirasçılar da varsa mütləq deyilməsi lazımdır ki, o şəkildə dəqiq bölünsün. Düzünü Allah bilir.